Sualımıza baxsaq, deyir ki, elektron cədvəldə B2 xanasındakı düstur seçilmiş diapazon üzrə sürüşdürülür. Bizim diapazonumuz hansıdır? Buradakı B3 xanasından düz B10-a qədər olan diapazondur. Sürüşdürülmədən sonra deyir B10 xanasında, yəni harda? Burada 42 ədəd əks olunur. Yəni bura mən 42-ni almışam. Deyir B1 xanasındakı dəyəri tapın. B1-i bilmirəm, X-dır, bunu tapmalıyam. Əvvəlcə gəlin neyniyək? Bu düsturu sürüşdürək. Bura sürüşdürsək nə alırıq? Sam A2-dən B2-yə. Niyə? Çünki B2-dən B3-ə gedib də, yalnız sətir dəyişibdir. Sütunlara heç nə olmur. Yazıram A2-dən B2-yə qədər. Bu da bərabərdir. Yenə sam A3-dən B3 olur bu səfər. Bu birisiləri də yazsaq, yəni funksiyanı yazmayaq, eləcə özlərini yazaq. A4-dən B4-ə. Burada olur A5-dən B5-ə qədər olan ədədlərin cəmi. Burada olur A6-dan B6-ya qədər olan diapazon. Burada olur A7-dən B7-yə. Burada olur A8-dən B8-ə. Ən axırıncıda da olur A9-dan B9-a qədər olan diapazondakı ədədlərin cəmi. İndi bizə verir ki, A9-dan B9-a qədər, yəni sam funksiyasını yazmamışıq. 42-yə bərabərdir. Bu nə deməkdir? A9, B9 diapazonunda olan ədədləri cəmləyirik. A9, B9 diapazonunda elə A9-la B9-un özü var. A9-uma baxıram 1-dir, B9-umda bir funksiya var. Onun yerinə bir X yazsam. Deməli, bu X-in yerinə nə dayanır? 41 dayanır ki, bu ikisini toplayanda bizə 42 verir. Onda deyə bilərəmmi ki, buradakı xananın yerinə, yəni B9-un yerində 41 dayanır ki, bu ikisinin cəmi bizə 42 verir. Eynisini bura tətbiq edirəm. Burada nə deməkdir? Sam A8-dən B8-ə 41-ə bərabərdirsə də, A8-imin yuxarıda var 7-dirsə də, onda B8 nə olur? Deməli, B8, yəni bu xananın qiyməti 34-dür ki, A8-dən B8-i toplayıb 41 almışıq. Daha sonra eynisini bura tətbiq edirəm. A7 ilə B7-nin cəmi 34-dürsə də, A7 5 verilibdir. Onda B7 nədir? Deməli, B7-miz 29-dur ki, bu 29 ilə 5-i toplayıb 34 almışıq. Sonra bura baxsam, A6 1-dirsə də, onda deməli B6-nın qiyməti nədir? 28-dir ki, 28 ilə 1-i toplayıb B7 xanasındakı düsturu almışam 29-u. Eynisini bura tətbiq eləsək yenə, bura 2-dirsə də deməli onda burada 26-dır ki, ikisinin cəmi 28-dir. Bura baxsam, burada 8 verilibsə də, deməli burada nədir? 18-dir ki, bu 18 ilə 8-in cəmi bizə versin nəyi? 26-nı. Eynisini bura baxaq, A3 xanasından B3-ün cəmidir. A3-də 4 durursa da, onda B3-də nə durmalıdır? 14 durmalıdır ki, 4 ilə 14-ün cəmi bizə 18 versin. Bura baxıram, burada da 2 var. A2 xanasının yerində 2-dirsə də, bunda onda 12 olmalıdır ki, A2 ilə B2-nin, yəni 2 ilə 12-nin cəmi bizə 14 versin. Eyni ilə bura çatanda da, burada da A1-in yerində 9 durursa da, onda B1-in yerində bizdə 3 durmalıdır ki, 9 ilə 3-ün cəmi bizə nə versin? 12 versin. Elə bizə də B1 xanasının qiymətini soruşur. B1 xanasında da elə özü verilir, yəni 3 verilir.